Bəli, iqtisadiyyatlarda qlobal təhdidlər fonunda Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını bu ildə qoruyub saxlaya bildi. Ekspertlərimiz belə cavablandırdılar. Bu il əvvəlində Donald Trumpın hakimiyyətə gəlişindən sonra tarif müharibələrinin genişlənməsi qlobal iqtisadi artımınsa azalacağını gözlənilən etmişdi. Avropa iqtisadiyyatı da bundan yan keçmədi. Qlobal iqtisadi yavaşlamanın Avropaya təsirlərini Almaniyadan bizimlə canlı bağlantıda olan iqtisadçı Murad Cəlalovla müzakirə eləyəcəyik. Murad bəy, hər vaxtınız xeyir olsun. Eşidirik sizi. Avropa iqtisadiyyatında hansı trendlər bu il müşahidə edə bildik? 2025-ci il iqtisadiyyatda yavaşlamalarla və geriləmələrlə müşahidə olundu. Bunun da əsas böyük səbəblərindən biri Rusiya-Ukrayna arasında olan müharibə, deməli İsrail-Həməs münaqişəsi, əlavə olaraq ABŞ-də baş verən bu tarif ticari qeyri-anlaşmaları, xüsusən də Amerika Birləşmiş Ştatlarla Çin arasında olan ticarət müharibəsi iqtisadiyyatda yavaşlamanın əsasını qoymuş oldu və bu da Avropadan təsirsiz ötüşmədi. Deməli, 1930-cu ildən bu yana ABŞ-də baş verən bu tarif dəyişiklikləri ildə ən böyük dəyişiklik kimi qeydə alındı. Bu tarif baxımlarından Avropadan ixrac olunan mallarda böyük bir yavaşlamalar, həmçində bəzi sahələrdə tamamilə durmalar baş verdi. Bu da Avropa iqtisadiyyatının zəifləməsinə gətirir, həmçində avronun dəyərdən düşməsinə səbəb olur. Çox sağ olun, minnətdarıq sizə. Qeydə olunanlar fonunda biz qlobal iqtisadiyyatda nələri müşahidə elədik? İstərdik ki, bəzi qrafik təhlillərə, göstəricilərə də nəzər yetirək.